Azərbaycanda oktyabrın 20-sinə gözlənilən hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bölgə TV-yə verilən məlumata görə Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi gündüz mülayim, şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 14-17 isti, gündüz 20-24 isti olacaq. Atmosfer təzyiqi 759 manometr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz isə 60-65% olacaq. Azərbaycan rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin axşam şimal və qərb rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16 isti, gündüz 20-25 isti, dağlarda gecə 2-7 isti, gündüz isə 8-13 isti olacaq. Dilbər Vüqar qızı, Bölgə TV.